Hal-hazırda Asan mərkəzindəyik. Bizim orada təxminən 1 saatlıq işimiz var. 1 saat işimizdə görürük və maşınımızı şarj edirik. Tam rahat bir şəkildə. Deməli dostlar, biz gəldik Asan xidmətin yanına. Asan xidmətdə işlərimiz var və hal-hazırda biz maşında fürsətdən istifadə edib şarja qoyuruq. Belə bir application da var, yəni rahat bir şəkildə kartı açıb kartda baxırsınız. İndi biz yaxınlaşmışıq bura. Burada onun kodu var. Kodu tapmaq lazım. 1-2 bəli. Birinci soket və bunları çıxardırıq. Birinci soketin bizim maşınımızın soketinə uyğun taxırıq maşına. Taxdıq və mobil tətbiqdə biz zərətqiyə başlayırıq, şarja başlayırıq və start edirik. Start edib və gözləyirik. Burada çık elədi, yəni bloka düşdü bura və burada hazırlıq prosesi gedir. Dərhal bizdən kartımızdan pul çıxıldı və bu artıq işə salındı və 10 saniyədən sonra maşını şarj etməyə başlayır. Rəhal bir şəkildə bütün maşının məlumatlarının, zərətqənin faizi və s. kilovatın gücü və s. hamısını biz rahat bir şəkildə izləyə bilirik mobil tətbiqdə və hətta telefonu udalyonla qıraqdan stop edə bilərik. Mən hesab edirəm ki, bu çox gözəldir, bu çox gözəl bir həldir və Azərbaycanda bu yenilikdir, superdir.